dünyaya hakim olmasına xatir ki inşallah o da İmam Zaman ağanın zuhuru ilə ağanın salamatlığına, tez gəlişinə xatir sələvat zikr. Əli şiyələrin ruhuna hədiyyə edirik. Allahu Ekber. Allahu Ekber. La ilahe illallah vallahu ekber. Vallahu ekber. Ve lillahil hamd. Elhamdülillahi ala ma hedana. Ve lehü şükrü ala ma avlana. Allahu Ekber. Allahu Ekber. La ilahe illallah vallahu ekber. Vallahu ekber. Ve lillahil hamd. Elhamdülillahi ala ma hedana. Ve lehü şükrü ala ma avlana. Ayın 8'i ki inşallah Bakıda o mitingi kesiləcək, Nərdiran məsələsi de inşallah orada qaldırılacaqdı. Umum millətimiz, indi uzaqdır millətimiz, hər halda Bakı və onun ətrafının daha cürətli, şücaətli, məsuliyyət hiss eləməsinə xatir ki, kəntimizin müdafiəsinə qalxacaq, Bakı və onun ətrafı inşallah əzəmətli keçməsinə xatir, cəmaatımızın ki oradaki inşallah minlərlə, bəlkə yüz minlərlə inşallah millətimizdən iştirak edəcək, onların müvəffəq olmaqlarına, salamat olmaqlarına xatir, dünyadan gedənlərinin ruhuna hədiyyə edirik. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. Allahu Ekber. La ilahe illallah vallahu ekber. Vallahu ekber. Ve lillahil hamd. Elhamdülillahi ala ma hedana. Ve lehü şükrü ala ma avlana. Allahu ekber. Allahu ekber. La ilahe illallah vallahu ekber. Vallahu ekber. Ve lillahil hamd. Elhamdülillahi ala ma hedana. Ve lehü şükrü ala ma avlana. Allahu ekber. Allahu ekber. La ilahe illallah vallahu ekber. Vallahu ekber. Ve lillahil hamd. Elhamdülillahi ala ma hedana. Ve lehü şükrü ala ma avlana. Salavat. Ucuz olsun
ki galebemizin inşallah galebemiz olsun. Zalimleri tezinden mahvı nabud edecek. O gün de bayram namazı kılacak inşallah. İmam Sen meydanında. Azan ikamesi yok. Allah Azali'ye de can sağlığı versin. Azan ikamesi. Es-salat namazı başlayacak. Bir hem biz inşallah uzun bir sure okuyacak. Sabırla, temkinle kulak asacak. Demek birinci rükette rüküye eğilmezden qabaq 5 tane qunut qılacaq. Qunutu mən okuyacağım inşallah sizdə. Allahu Ekber kunut. Allahümme ehlel kibriyai vel azameh ve ehlel cudi vel ceberut ve ehlel affi vel rahmeh ve ehlel tekva vel mağfireh es'elüke bihakki hazel yevm الذي جعلته للمسلمين عيدا ولمحمد صلى الله عليه وآله ذخرا ومزيدا أن تصلي على محمد وآل محمد وأن تدخلني في كل خير أدخلت فيه محمدا وآل محمد وأن تخرجني من كل سوء أخرجت منه محمدا وآل محمد صلواتك عليه وعليهم اللهم إني أسألك خير ما سألك عبادك الصالحون وأعوذ بك مما استعاذ منه عبادك الصالحون الله أكبر قنوت اللهم أحلى الكبرياء والعزمة وأحلى الجود والجبروت وأحلى العفو والرحمة وأحلى التقوى والمغفرة أسألك بحق هذا اليوم الذي جعلته للمسلمين عيدا ولمحمد صلى الله عليه وآله ذخرا ومزيدا أن تصلي على محمد وآل محمد وأن تدخلني في كل خير أدخلت فيه محمدا وآل محمد وأن تخرجني من كل سوء أخرجت منه محمدا وآل محمد صلواتك عليه وعليهم اللهم إني أسألك خير ما سألك عبادك الصالحون وأعوذ بك مما استعاذ منه عبادك الصالحون الله أكبر قنوت اللهم أحلى الكبرياء والعزمة وأحلى الجود والجبروت وأحلى العفو والرحمة وأحلى التقوى والمغفرة أسألك بحق هذا اليوم الذي جعلته للمسلمين عيدا ولمحمد صلى الله عليه وآله ذخرا ومزيدا أن تصلي على محمد وآل محمد وأن تدخلني في كل خير أدخلت فيه محمدا وآل محمد وأن تخرجني من كل سوء أخرجت منه محمدا وآل محمد صلواتك عليه وعليهم اللهم إني أسألك خير ما سألك عبادك الصالحون وأعوذ بك مما استعاذ منه عبادك الصالحون الله أكبر قنوت
اللهم أحلى الكبرياء والعزمة وأحلى الجود والجبروت وأحلى العفو والرحمة وأحلى التقوى والمغفرة أسألك بحق هذا اليوم الذي جعلته للمسلمين عيدا ولمحمد صلى الله عليه وآله ذكرا ومزيدا أن تصلي على محمد وآل محمد وأن تدخلني في كل خير أدخلت فيه محمدا وآل محمد وأن تخرجني من كل سوء أخرجت منه محمدا وآل محمد صلواتك عليه وعليهم. اللهم إني أسألك خير ما سألك عبادك الصالحون وأعوذ بك مما استعاذ منه عبادك الصالحون. الله أكبر. قنوت. اللهم أحلى الكبرياء والعزمة وأحلى الجود والجبروت وأحلى العفو والرحمة وأحلى التقوى والمغفرة أسألك بحق هذا اليوم الذي جعلته للمسلمين عيدا ولمحمد صلى الله عليه وآله ذكرا ومزيدا أن تصلي على محمد وآل محمد وأن تدخلني في كل خير أدخلت فيه محمدا وآل محمد وأن تخرجني من كل سوء أخرجت منه محمدا وآل محمد صلواتك عليه وعليهم. اللهم إني أسألك خير ما سألك عبادك الصالحون وأعوذ بك مما استعاذ منه عبادك الصالحون. الله أكبر. ركوع. سمع الله لمن حمده. الله أكبر. الله أكبر. الله أكبر. الله أكبر. بحول الله قوته يقوم وأقول. الله أكبر. قنوت. اللهم أحلى الكبرياء والعزمة وأحلى الجود والجبروت وأحلى العفو والرحمة وأحلى التقوى والمغفرة أسألك بحق هذا اليوم الذي جعلته للمسلمين عيدا ولمحمد صلى الله عليه وآله ذكرا ومزيدا أن تصلي على محمد وآل محمد وأن تدخلني في كل خير أدخلت فيه
محمدا وآل محمد وأن تخرجني من كل سوء أخرجت منه محمدا وآل محمد صلواتك عليه وعليهم. اللهم إني أسألك خير ما سألك عبادك الصالحون وأعوذ بك مما استعاذ منه عبادك الصالحون. الله أكبر. قنوت. اللهم أحلى الكبرياء والعظمة وأحلى الجود والجبروت وأحلى العفو والرحمة وأحلى التقوى والمغفرة. أسألك بحق هذا اليوم الذي جعلته للمسلمين عيدا ولمحمد صلى الله عليه وآله زخرا ومزيدا أن تصلي على محمد وآل محمد وأن تدخلني في كل خير أدخلت فيه محمدا وآل محمد وأن تخرجني من كل سوء أخرجت منه محمدا وآل محمد صلواتك عليه وعليهم. اللهم إني أسألك خير ما سألك عبادك الصالحون وأعوذ بك مما استعاذ منه عبادك الصالحون. الله أكبر. قنوت. اللهم أحلى الكبرياء والعظمة وأحلى الجود والجبروت وأحلى العفو والرحمة وأحلى التقوى والمغفرة. أسألك بحق هذا اليوم الذي جعلته للمسلمين عيدا ولمحمد صلى الله عليه وآله زخرا ومزيدا أن تصلي على محمد وآل محمد وأن تدخلني في كل خير أدخلت فيه محمدا وآل محمد وأن تخرجني من كل سوء أخرجت منه محمدا وآل محمد صلواتك عليه وعليهم. اللهم إني أسألك خير ما سألك عبادك الصالحون وأعوذ بك مما استعاذ منه عبادك الصالحون. الله أكبر. قنوت. اللهم أحلى الكبرياء والعظمة وأحلى الجود والجبروت وأحلى العفو والرحمة وأحلى التقوى والمغفرة. أسألك بحق هذا اليوم الذي جعلته للمسلمين عيدا ولمحمد صلى الله عليه وآله زخرا ومزيدا أن تصلي على محمد وآل محمد وأن تدخلني في كل خير أدخلت فيه محمدا وآل محمد وأن تخرجني من كل سوء أخرجت منه محمدا وآل محمد صلواتك عليه وعليهم. اللهم إني أسألك خير ما سألك عبادك الصالحون وأعوذ بك مما استعاذ منه عبادك الصالحون. الله أكبر. ركوع. سمع الله لمن حمده. الله أكبر. الله أكبر. أستغفر الله ربي وأتوب إليه. الله أكبر. اللهم إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم. الله أكبر. بسم الله وبالله.
Bismillahirrahmanirrahim. İnnallâhe ve melâikete yusallûne alennebi. Ya eyyühellezîne âmenû sallu aleyhi ve sellimû teslîmâ. Allahümme salli alâ Muhammed. Allahümme salli alâ Muhammed. Mezarı. Mezarı. Allahümme salli alâ Muhammed. Herkesin yerinde otursun. Herkesten öz yerinde otursun. Sen koyun. Stul var orada, bir de o stullardan, oradan daldı bir de o stullardan geçti. Mikrofonun altına ölürsen. Enbiya bu oğluya, şühedanın ruhuna selavat zikret. İtaat ve ibadetlerimizin kabul olmasına hatır selavat zikret. Eşitmişini söyler ya. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala seyyidina Muhammedin ve la'netullah ala a'daihim minel ana ila liqai yevmiddin nehmeduhu ve nesta'inuh. Bu mübarek bayram münasibetiyle elbette iki qat bayramdır. Bugün hem cümədir, hem de ki Eid-i Seid-i Fitridir. Bu bayram, bu mübarek günler münasibetiyle ben tamam dünya müsəlmanlarına, İmam Zaman ağaya ve siz əziz müminlərə təbrik ərz edirəm. İnşallah Allah bu günün, bu məclisin, bu ibadətin və bu söhbətlərin bərəkətindən tamam vilayətimizə şamil eləsin. Allah Muhammed Ali Muhammed ehtiramına tamam əsirləri, zindanları, dünyanı zalimlərin əsarətindən nicat versin. Orada məhvi nabud eləsin. İnsan olan varlıq, insan olan bir mevcud adına layık olubsa, adına uygun yol tutubsa, daim Allah'ın müqabilində Rabbena innena sami'na munadiyen yunadi lil iman en aminu bi rabbikum. Allah'ın bu ayesine özüne rehber tutup, özünü bu ayenin itaat edenlerinden karar verip ki buyurur Rabbena innena sami'na munadiyen yunadi ilahi. Biz müminler, biz seni tanıyan insanlar həmişə qeybidən bir səs eşitmişik ki, nida edir, lil iman, insanları imana çağırır ki, deyir, fəaminu bi rabbikum, Allah'ıza iman gətirir. Fəamənna, biz də iman gətirmişik. Həs bizim bu imanımızın müqabilində ki, biz insan yox, caizül xəta yox. Bizim təğfirlən al-zunubena, bizim günahlarımızı bağışla və kəffir ənna səyyiatina, bizim pisliklərimizi bizdən yuapar və insan biraz elə artıq tamaqdır. Bununla da bəslənmir və təvəffəna mə'əl əbrar. Allah bizi də yaxşılarla məşğul edəcəkən həm dünyada və həm də ahirətdə. İnsan olan varlıq, adına layık olan bir mövcud ki, adı insandır, onun dünyada qulağı eşitdiyi səs həmişə gərək belə bir səs olsun və o eşitdiyi səsə də əməl eləsin. İnsan barəsində Qur'anda bir dənə ayəmiz var. Əksərən insanın ömrün 5 hissəyə bölürlər. O 5 hissəni Allah Teala Qur'anda
göstərəndə, nişan verəndə budur deyir. Va'lamu ennemel hayatid dünya lehbun və la'bun və zinetun və tefahurun və tekasurun fil mal və tefahurun beynekum və tekasurun fil mali vəl ullaq. Ay cəmaat, bilin, həqiqətən dünya ləhvidir, ləbidir, zinətdir, yaraşıq axtarmaqlıqdır, iftixar yeridir. Bir də ki, var dövlət və övlad uşaqda artırmaq, çoxaltmaq bir məqamı. Allah özü bu dünyanı belə tərif edir. Və bu dünyanı ki, Allah bu cürə tərif edir, bu ayənin, bu tərifi ilə bu dünyanın elə bir ərzişi yoxdur. Əgər zahir ayəyə baxsın. Dünya ki, ibarət olan ləhvidən, ləbidən, ancaq bəzənməkdən, var dövlət və yaxud övlad artırmaqdan, bu dünyanı ki, Allah bu cürə Qur'anda tərif edir, bu ayənin zahirinə baxanda, bu dünyanın heç ərzişi yoxdur, nə gəlməyinə dəyməz, nə burada əziyyət çəkməyə dəyməz, nə heç bu dünyanın pitkə çörəyinə görə başıva qapaz vurdurmağa dəyməz, ya kiminsə çörəyin ağzından alıb yeməyə dəyməz. Nüş zülm edirsən insana. Bir şey ki, sənin dünya, Əli Aleyhisselam deyir ki, İnnə dünyakum, həqiqətən sizin bu dünyos ki var, məhəbbət edirsiniz ona görə zülm edirsiniz, qan tökürsünüz, uşaq yetim qoyursunuz, arvadı dul qoyursunuz, nə bilim, qızı atasız qoyursunuz, övladı atasız qoyursunuz, belə çirkinliklərə əl atırsınız, öz şərəfinizi alçaldırsınız, başqaların şərəfi ilə, ləyaqəti ilə, heysiyyətindən oynayırsınız və bu sizin bu dünyos mənim nəzərimdə keçinin burnunun suyundan da qiymətsizdir. Baxın, görün, dünya nə qədər qiymətsizdir. Həzrət heç olmasa qoyunun burnunun da suyuna. Çünki qoyun 20 şirvandır bazarda, keçi 9 şirvan, 10 şirvan. Keçinin, qoyunun da burnunun suyunu oxşatmıyor, keçinin burnunun suyunu oxşadır ki, sizin bu dünyos ki, siz ona bel bağlayıbsınız və siz ona görə belə işlər görürsünüz, belə cinayətlər edirsiniz, mənim nəzərimdə onun keçinin burnunun suyu qədər də qiyməti yoxdur. Hansı dünyanı deyir Əli Aleyhisselam? O cürə dünyanı. Çünki dünyanı başqa tərəfdən baxanda, başqa cəhətdən baxanda, başqa istiqamətdən baxanda məzrətul axirət, axirətin əkin yeri hədis deyir. Ondan sonra təkamülün mərhələləri, insanın meyracı, Peyğəmbər dünyaya gəlməsəydi heç meyraca da getməzdi. Əli Aleyhisselam dünyaya gəlməsəydi heç bu məqama da yetişə bilməzdi. Muaviyə də dünyaya gəlməsəydi, biraz cəhənnəmə də yükməyəcəkdi. Nənəsinin qarnına şifası Muaviyədir. Onu doğduğu yer. Və o qədər nənələr ki var, hamısı ilə bir yerdə. Allah rəhmət eləsin şəhərləri deyir, Heydər baba, dünya yalan dünyadır. Süleymandan, Nuhdan qalan dünyadır. Oğul doğul, dərdə salan dünyadır. Hər kimə nə verirsə də alıbdır. Əflatundan bir quru ad qalıb. Heç rəhmət oxuyan da yoxdur əflatını. Dünyanın vəfası bunda. Kimə də nə veribsə alır. Kimi də doğub bəlaya salır. İndi bəzi nənə var, malışla böyücülüyü görürsən, gəlir, əvvəl öz anasının səsini kəsir, sonra düşür millətin səsini kəsir. Bəzi ana biraz öz südündən verir, biraz yaxşı tərbiyə edir, deyir, ana day, sənin saçıyla işim yoxdur, gedirəm başqalarının saçını kəsir. İndi biraz da artıq olan müqəddəs ərdəbili kimi onlardakı da elə olur. Bu dünya ki, siz tərif edirsiniz, siz ona baxırsınız, siz ona bu bel bağlayırsınız, bu mənim nəzərimdə keçinin burnunun suyundan da qiymətsiz. Amma o dünya ki, Əli tanıyır, o dünya ki, Peyğəmbər tanıyır, o dünya ki, möminlər onu tanıyır, o dünya qiymətli dünyadır. Mən bu dünyamı kimə verirəm ki, bu dünya məni behişdə aparacaq? Mən bu dünyamı kimə verirəm ki, bu dünya məni meyraca aparacaq? Mən bu orucumu kimə verirəm ki, o oruc Allahla, Allah verəcək mənim əlimə. Əlində nə gətiribsən? Allahı.
İndi hansı mələk gələcək səndən sual edəcək bir şey ki, sənin namı, əmalun Allahdır. Birini saxlayırlar yolda, çıxardı cibindən bir dənə knişka göstərir, mılatçı serjant. Səhv eləmişik, bağışla bizim sənə borcumuz var, üzr istəyir. Əslən bilməmişik, çıx ki. İndi bir şey ki, milyardlarla serjantlar, ondan sonra ulduzlular, ulduzsuzlar yaradan Allah, mələki də o yaradıb, ondan ötürü ki, buradan gəlib gedənləri yoxlasın. Sənin də knişko açandan sonra mələk görsə orada Allah yazılıb, da o səndən sonra sual eləməyə haqqı yoxdur ki, cürəti də yoxdur. İndi bir dünya ki, bir oruç ki, bir ibadət ki, bir itaət ki, sənə o dəftəri o Allah yazılacaq, فَأَمَّا مَنْ اُوْتِيَ كِتَابَهُ بِيَمِينِ sənin namı, əmalı sağ əlvə verdirəcək, o dünyanı heç kimə vermərəm. Heç kimə verməyə haqqın yoxdur. O dünyada heç bir mövqeyindən bir addım geri çəkilməyə haqqın yoxdur. Adam ibadəti ilə, mənəviyyatı ilə, əqidəsi ilə, namazı ilə, orucu ilə alver eləməz ki. Alver olar, Allah Quranda deyir. Olar ki, mənim ayələrimi ucuz qiymətə satdı, uduzdular orada. Əl-ləzinə yeşlərunə bi ayati səmənən qəlilə kəmə rəbihət ticarətəhum. Olar ki, mənim ayələrimi ucuz qiymətə satırlar, onlar alverdə qazanmayıblar. Alverdə mənfəətləri yoxdur. Yaxşı, sən ki, əs-salatu meyracul müminin, namaz möminlərin meyracıdır. Bu namaz ki, 4 dəfə əyilib düzəlməklə, 4 dəfə əyilib düzəlməklə. O işıq var əlində bir 2 dəfə belə edirsən, 2 dəqiqə adama işıq verir. Ya nə bilim, nasosda 2 dəfə, 4 dəfə, 5 dəfə belə edirsən, 4-5 dəfə hava verir. Amma sən 4 dəfə ya kaçaltar, bir dəfə gəlir, yarım kuruşda su gəlir. 2 dəfədə göz, 1 saata verirəm. Amma bu insan kaçaltar rolunu oynayanda Allahın müqabilində o əyilib düzəlmə, o purjunu sıxılıb açılmaq adamı aparır meyrac. İndi mən bu namazı necə sata bilərəm? Kimə? Kiminsə dünyasına. İnsan bu namazı necə sata bilər? Bu orucu necə sata bilər? Hansı ağılla, hansı həqlə, hansı hüquqla, hansı insanlıqla? Belə səndən gəldilər, soruşlar, ma sələkəkum fi səqər? Cəhənnəm əhli, 5 dəhli cəhənnəm əhlindən soruşar. Neyə üçün sizi cəhənnəmə gətirirlər? Qalu, ləm yəqum minəl müsəllin. Biz namaz qılanlardan olmadıq. Ona görə bizi cəhənnəmə gətirirlər. İndi namaz qılan, yəni tərk-i salat, ki, heç kim deyə bilməz, orada məqsəd tərk-i salatdır. Mümkündür namaz qılıb, ancaq namaz qılandan olmayıb, gəlib ora. Həzrət Peyğəmbər buyurur, çox oruçdan var ki, onun ancaq səhərə qalmaq onun üçün qalır. Çox namaz qılan var ki, əyilib düzəlmə ona qalır. İndi ola bilər o cəhənnəmin içindəki ləmnəqü minəl müsəllin oruç tutanlardan, namaz qılanlardan olmadıq. Olur ki, namaz qılır, amma gəlib yenə namaz qılmayanlar. Nə üçün? Satıb da namazı. Nəyəsə satıb? O namaz ki, tənhanil fəhşai vəl münkər. O namaz ki, vələ zikrullahil əkbər. O namaz ki, Həzrəti Musa dedi ki, key müsəbbihəkə kəsirən və nəzkurəkə kəsir. Allah, bundan ötürü səni çox zikr edeyim, səni çox təsbih edeyim, fəhşa münkərdən insanı saxlayır. O namaz ki, böyük Allah zikridir, insan onu gətirib, çox ucuz bir dənə qiymətə verib əlindən çıxıb gedir. Bu insana nə ağıllı demək olmaz, nə insana demək olmaz, çox ucuz bir qiymətə satır. Bəli, o cürə dünya, Əli Aleyhisselamın nəzərində çox ucuz bir dənə dünya, heç qiyməti yoxdur. Amma o dünya ki, o namaz ki, o mənəviyyat ki, o yaşayış ki, o ibadət ki, səni buradan aparır meyraca. Buradan bin samalyota ged rəstolda düş, ya Moskvada gəlir, $200. 4 dəfə başı səcdiyə qoysan, getdin meyraca. Hesablar Rastolun qiymətini bir ərşi əlaya gör, neçə $1000 pul edir. Bu dünya çox qiymətli dünyadır. O ayədə deyir, bə'ləmu ənəmə həyatı dünya ləhvun və ləibun. Bu dünya özü oyun oyuncaq, zinətdir, təfahürdür, təfkasürdür malda və dövlətdə.
onun zahirən belə bir qiyməti yoxdur. Amma ayəni yazır müfəssirlər ki, bu ayə ömrün 5 dənə hissəsi var insanda, onları insan üçün bəyan edir. Və qoyur insanın öz ixtiyarında ki, sən bu ömrü hansı formada tutacaqsın? İnnəməl həyatı dünya ləhvun, dünyanın bir hissəsi qəflət dövrüdür. O ibarətdir insanın uşaqlıq dövründən. Uşaqda insan qəflətdir, uşaq qəflətdədir, uşaq 3 yaşında, 5 yaşında, 6 yaşında uşaq o qəflət dövründə. O birdən namaz da qılsa, görür dədəm əyilir, düzəlir, o da əyilir, düzəlir. Biri baxır, görür dədəsi məşq edir evdə, tans məşqi, o da başlayır təbilərin döyməyə girir. Biri də baxır, görür dədəm bu boyda torpaq götürür, gündə qoyur, əyilir, düzəlir, ora başını qoyur, o da onu öyrə. O uşağın da namazda namazı deyir ki, Allah savab verər, əcr verər, müntə uşaqdır da bu vərdiş eləyib bunu. Yaxçıb da elə insan, uşaq elənci vərdiş eləsin. O qəflət dövrüdür, hətta namaz da qılsa, ondan sonra belə pirə də geçsə, ziyarət də eləsə, əyilib düzəlsin. Allah deyir, bu insanın qəflət dövrüdür. Ləhvun və ləvun. Ondan sonra insanın ləv dövrü, qəflət dövründən keçdi, gəldi. Nə qəflət demək olmaz ona, nə də ki, ondan üstün bir mərhəliyə çox çıxmaq olmaz. Oyuncaq. Orada insan gəlir, ikinci mərhələ ömründə bir yerə yetişir ki, qəflətdə deyil, amma işi oyuncaqdır. Yəni, elədicin bilir nədir? O 5 yaşında, 4 yaşında elədicin də heç bilmirdi. Amma bundan sonra insan elədicin bilir nədir? Amma o da nə üzündən? Lap dəqiq hesab, kitab, ağıl, zəka, kamal üzündən yox. Elə belə. Və zinətun. Sonra da buyurur, insanın ömrünün 3-cü mərhələsi zinət. O da ibarətdir, insanın cavan da yox, nocavan dövrüdür. Məsələn də 14, 15, 16, 17 budur. Bu vaxtda görürsən də elə insan biraz çox yaxşı geyməyə, yaxşı yeməyə, yaxşı gəzməyə, belə də yer-yaraşığa çox fikir verər. Allah da ona insana deyir, zinət dövrü. Biraz da keçəndən sonra 4-cü mərhəliyə, məsələn 20 yaş, orada deyir təfaxur, iftixar eləmək dövrüdür. İnsan çalışır daim o dövrdə özün başqalarına nisbət eləsin, üstün göstərsin, fəxr eləsin özünə, elə nişan versin ki, mən hamıdan artıqam. Bu dövrdə fəxr dövrü. Keçdi 8 il doğana, İla maşallah, qəbristanlığa qədər. Ona da deyir, təkasurun fil ənvalı vəl oğlan. Bu ömrün qalan hissəsi də malda və övladda artırma dövrüdür. 5-6 dənə övlad olsun, ya 3 dənə, 4 dənə, 5 dənə, ilah maşallah, 10 dənə, biraz da pulum olsun. Varın dövlətim olsun. Bu insanın həyat dövrüdür, həyat səviyyəsidir, həyat mərhələsidir ki, o tərifindən huzurlu Quranda bilir. Belə də baxanda, elə sən deyən bir mənası da yox. Amma işi mənalı olmağından ötürü gərək insan onu neynəsin? O dövrü eləsin mənalı. Elə bir, məsələn, 2 nəfərsən, gedirsən harasa, məsələn, kimisə görməlisən. O adam da 1 saatdan sonra gələcək. Sənin 1 saat burada boş vaxtın var. O 1 saat boş vaxtını sən eləyə bilərsən, mənalı keçirdəsən, eləyə də bilərsən ki, mənasız keçirdəsən. O sənin öz əlindədir. İndi biri deyir, orada göy məsciddir, məsələn, təzəfirdir, nə bilim nədir,